15 yaşda qız qaçırılmayıb. Sizə səhv məlumat verilib. 15 yaşında qız dədə çəkib, içib, nağarıb, qanından analiz götürürsün, nə məsləhətdir? Bıçağı dirib ananın böğrünə, qız görüb ki, öldürür, qardaşıma zəng ki, nişanlı olub, nişanı qayıdıb. Biri-birlərini istəyiblər, qız zəng elib ki, bizi öldürürlər, gəlin bizi aradan çıxardım. Düşdü ana, bax bu anası, bu qızı. Qızla ananı kürəkən qaçırılan görmüsünüz indiyənə kimi? Görməmişik, sizin sayənizdə görə bilmək. Ay, 15 yaşım. Mən o xoşumla qaçmışam. Aprelin 5-i sənin 15 yaşın tamam olur. Hə, 16 yaşımın içindəyəm mən. Sən qaça bilməzsən 18. Mən öz xoşumla qaçmışam. Gəlmişəm də, qızım qaçıb, mən də yanına gəlmişəm. Elə bir şey var. Hə, niyə yox? Üzr istəyirəm, elə bir adət var. Qız qaçanda ana da üstündə qaçır. Hə, niyə yox? Nəyə görə? Gəlmişəm də, evindən çıxdım, gedəsi yerim olmadı, gəldim qızım. Sən 15 yaşında qızını nətər elə vermək Bir yanımda oğlan da işlədi, oturub yanımda da. Nə vaxta qədər burada oturur? Toy nə vaxt yaşı tamam olacaq onun üçün. Sən 3 il onda buradasan. Ha, nə vaxt olacaq onun. Mən eləmişəm də peşman da deyirəm, elə deyilmədim. 5-ci sinifdən oxumursan. Niyə oxumursan? Oxumadım, çıxdım. Niyə oxumadın? 5-ci sinifdən uşağı məktəbdən çıxartmaq olar? Hə, əfsanə. Oxumadım. Oxumadı, çıxartdıq da. Kim çıxartdı? Özümüz. Yola zəng Çıxdım yola, zəng elədim ki, gəl məni apar. Niyə? Bezmişdim. Atan imkan vermir. Hə. Nə deyirdi sənə? Bizi təhdid edirdi, öldürürdü Nəyə bizi. görə təhdid? Döyürdü, içirdi, döyürdü. Gündə gəlib içirdi, döyürdü bizi. Bizə zəng elədik, gəlib apardı. Bezmişdim, bizi bıçaqla üstümüzə gəlirdi. Bizi öldürürdü. Çöldə qalacaq. Ananın üstünə gəldi. Anama zəng elədim, anam mənə qəbul eləmədi, getdi. Dedim, əlimə üstünə gəl. getdi. bir Xalam üstünə yox getdi. idi orada heç kəs. Xalam getdi. Gecə kimə zəng eləyəcəkmiş? Bir də nənəm idi, nənəm də O qoymadı. zaman mən belə başa düşürəm ki, sən Pərvizi istəmirsən, atan mane olub deyə ona görə Ha, istəyib, ona görə də qaçıb. 15 yaşına qədər, 15 yaşında bir qız sevgi nədir Mən bir bilir? dəqiqə toy eləmirəm. Mənim nə var 18 yaşım olan, tamam olanda hə O gedib onda. işləməyə, bu da oturub. Mən də oturmuşam qaynam qaynatamın yanında. Qızım sən qaynana qaynata başa düşürsən. Niyə başa düşmürəm? Enişəm mənim yanımda, mən burada. Mən yanımda da başqa yerdə durmuşum. Mən yanında oturub da. Anam mənim yanımdadır. Mən öz xoşumdan qaçmışam. Xanım, ay qızım sənin 15 Mən öz xoşumdan, nə olsun mənim 15 yaşım var. Mən öz xoşumdan qaçmışam. Ola bilməz. Niyə olmur? Azərbaycanda belə qayda. Niyə olmur da mən öz xoşumdan qaçmışam. Mən heç bir məcbur qaçırmıyım. Özüm zəng eləmişəm, gəlib aparım. 8 yaş. O ananı gətirib, şəxsən mən özüm gətirdim ki, yəni qız bilsin ki, toy olmur.